Sizin hakkınız tələbiyle, başkasının hakkını yok. Sanıqlar sizin hakkınız tələbiyle. Çək ayna. Hey, biraz yavaş, bunlar jurnalistlər. Az yaşlı diyor. Az yaşlı. Ne olur, sakin. Polis vətəndaşa qarşı niyə zorakılıq? Heç bir zorakılıq yok. Bir dakika. Zorakılıq nə edirsiniz siz? Küçənin ortasında doğrama deyirsiniz zorakılıq. Allah eləmə. Mənim qolumu vurub gətirdilər. Xəsarət almışam. Nə zorakılıq deyil bu? Bir dəqiqə üzr istəyirəm. Zorakılıq deyil bu. Bax. Siz Gözmə yürüyüşünün iştirakçıları Azərbaycanda mütəmadi şəkildə baş verən son dövrlərdə daha intensiv hal alan qadın qətillərini, qadınlara qarşı məişət zorakılıqlarını, psixi və fiziki zorakılığı təzyiqlərinə qarşı etiraz edirik. Dünyanın diqqəti Azərbaycandadır, amma bu baş verənlər hamısı Azərbaycanın ancaq alçaldır, ancaq Azərbaycanın adına ləkə gətirir. İqabə, bugün bura niyə gəldiniz? Həmrəyliyi ifadə eləməkdən ötürü, iştirakçılarla həmrəyliyi ifadə etməkdən. Biz istəyirik ki, hüquq mühafizə orqanları polis özünə el ağsaqqalı kimi aparmasın. İndiyə qədər şiddət görən qadınlara deyilik, niyə polisə müraciət eləmişsiniz? Deyir, bizə deyirlər, hər ailədə olur, ged otur düzələcək. Onların əksəriyyəti şiddət görürlər, döyülürlər. Polislərə inanmırlar. Bir ölkədə necə olar ki, bir vətəndaş polisə inanmasın? Biz istəyirik ki, polislər öz işlərini icra eləsinlər. Özlərini ağsaqqal kimi getdi, öz otur, arvad olmaq asan deyil, hər ailədə olur, düzələcək deməsinlər.
Azərbaycanda baş verən qadın qətlləri, qadınlara qarşı zorakılıq, qadınların psixi və fiziki zorakılıq, onların əməyinin istismarı, onlara qarşı baş verən erkən nikahlar, zorla evləndirilmə, onların həyatlarının, talelərinin xor görülməsi, süpürgəçi qadınların küçələrdə öldürülməsi, ümumiyyətlə qadınların problemlərinin Azərbaycan dövlət strukturları tərəfindən görməzdən gəlinməsinə etiraz edirik. Erkən nikah yox! Erkən nikah yox! Erkən nikah yox! Ailə məsələsi deyil! Ailə məsələsi! Cinayət hallarının artması, kəskin sürətdə artması və biz bugün buna qarşı çıxmaq üçün buradayıq. Qadın qətliamlarına son verilsin. Biz sığınacaqlar istəyirik, qadınlar üçün sığınacaq istəyirik və İstanbul Konvensiyasının qəbul edilməsini istəyirik ki, bizim qadınlar da zorakılığa məruz qalanda artıq sığınacaqlara sığına bilsinlər və ən azından gedə biləcəkləri bir yer olsun. Bir daha sübut elədik ki, bu ölkədə qadına şiddət var. Bir daha öz bədənimizdə sübut edək ki, bu ölkədə qadına şiddət var və polis də bu şiddətin başına gəlir. Əgər qadın cinayətləri var, biz buradayıq. Nə qədər qadın cinayətləri var, biz buradayıq.